Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilər, hər birinizi Quran Saatı verilişində xoş gördük. Verilişimizin qonağı əziz və dəyərli qarimiz Tural Hüseynlidir. Tural, xoş gəlmisiniz. Xoş gördük əziz qardaş. İlk növbədə sizi və əziz və dəyərli izləyicilərimizi salamlayıram. Aleykum əssalam. Sizə də öz təşəkkürümü bildirirəm. Allah razı olsun ki, məni bu verilişə layiq bilib dəvət eləmisiniz. Çox sağ olun. Minnətdaram. Tural, Quranı ilk dəfə nə vaxt öyrənməyə başlamısınız? İlk ustadınız kim olub? Elə öz kəndimizin məscidində digər qardaşlara da dərs keçən Seyid Aqil ağanın dərsinə qoşuldum. Quranı sərbəst oxuyana qədər mənə dərs keçdi. Allah razı olsun, Allah kömək olsun. Heç vaxt əziyyətini itirə bilmərəm. Həmişə də dualarımda yada salıram ağanı. Daha sonraki illərdə işlərimlə əlaqədar olaraq Quran qiraətini etmək üçün çox az vaxtım olurdu. Və bu haldan özüm də çox narahat idim, pərişan idim. Quran daha yaxşı bilərsiniz siz, oxunmadıqca, yəni zəif oxunduqca qaydalar falan və s. hər bir şey zəifləyir, yaddan çıxır, inkişaf az olur. Bəs sizi qiraətə həvəsləndirən nə oldu? Nədən həvəsləndiniz? Təqribən Quran oxumağa başladığım ilk vaxtlardan ustadların gözəl, əvəz olunmaz tilavətlərin eşitmişəm, dinləmişəm və Quran qiraətinə qarşı məndə huzur, həvəs yaranıb. Daha sonraki illərdə isə Quran Sədası 2024 videosu qarşıma çıxdı. Çox tərəddüddə qaldım ki, bu yarışa, Quran yarışına qoşulum ya yox. O da Allahın bir işi idi. Qeydiyyatdan keçdim. Amma bura qədər dərs almamışdınız, yəni qiraət sahəsi ilə bağlı. Bəli, tamamilə belə deyək, məlumatım yox idi. Quranın muğamla oxunduğunu belə bilmirdim. Yəni. Çünki bayaq dediniz ki, vaxt sarıdan biraz darlıq olub. Bəli, vaxtın işlərimlə əlaqədar. Vaxt az olurdu, məşğul ola bilmirdim. Dediyim kimi, Quran Sədasına qatıldım. Ustadlarla tanış oldum. Başda Hacı İlkin Həsənzadə ustad qarimiz olmaqla digər ustadlarımıza təşəkkür edirəm. Allah hər birindən razı olsun. Bizim əziyyətimizi çəkdilər. Bütün yarış boyu bizə dəstək oldular. Həvəsləndirdilər insanı. Bəli. Təbii ki, o ustadlar daxil olmalı, digər gözəl tilavətlər eşitdikcə insan ruhu oxşuyur. Bir növ insan özü də qəlbən canlanır ki, kaş mən də gözəl tilavət eləyə biləydim, kaş mən də oxuya biləydim. Amma Allah Taala hər hansı bir vaxt insanın qarşısına belə bir fürsət çıxardır. Həmin fürsətdə də mütləq gərək onu dəyərləndirəsən. Nə xoş ki, siz də bu fürsəti istifadə elədiniz, dəyərləndirdiniz, müsabiqəyə qoşuldunuz. Hətta mənim yadımdadır müsabiqədə seçim mərhələsində ki, bir neçə iştirakçı orada yəni yarışın qaydalarına kənar olan bir tilavət etdi, tərtil tilavəti, yəni tərtil qiraət etdi. Ondan sonra siz tilavət eləyəndə yaxşı mənada mənim də tərtil oxuyacağımı düşünürdülər, amma sizin oxunuşunuz belə deyək, təəccübləndirdi münsifləri. Həqiqətən onlar özləri də sevindilər ki, yəni siz kimi bir qari tanıdılar. Təşəkkür edirəm. Allah sizdən razı olsun, Allah müvəffəq eləsin sizi. Allah köməyiniz olsun, bahəm inşallah. Hal-hazırda da dərs alırsınız, yəni qiraəti davam elətdirirsiniz. Bir təqlid etdiyiniz ustad varmı? Əvvəllər mərhum ustad Mustafa İsmailə təqlid etmək istəyim olub. Amma təbii ki, burada da təqlid məsələsində də insanın öz ustadının məsləhəti olmalıdır, vacibdir. Bəli, yoxsa inkişaf getməz, bir nəticə çıxmaz. Hacı İlkin müəllimin göstərişi ilə, məsləhəti ilə mərhum Məhəmməd Ənvər Şahatı seçdim və ona təqlid edirəm. Şükür Allaha da dərslərimiz uğurla gedir, inkişaf var. Bəli, mən elə bilirəm, elə keçmiş ustadlardan istəyir Şahat Ənvər olsun, istəyir Mustafa İsmail olsun. Sizin səs potensialınız həqiqətən yüksəkdir. Bunu yəni ustadlar deyirlər. Allah razı olsun. İstənilən ustad təqlid eləsəz elə bilirəm
müvəffəq olarsınız. Allah səsinizə, nəfəsinizə qüvvət versin. Ahəm inşallah qardaş. Bəs təqlid etdiyiniz ustaddan başqa, yəni Ənvər Şahaddan başqa hansı keçmiş və yaxud da müasir dövrün qarilərini dinləyirsiniz? Yəni kimlərin qiraəti sizin belə qəlbinizi oxşuyur? Keçmiş ustadlardan Mişavi, az öncə dediyim kimi Mustafa İsmail, həmçinin təqlid etdiyim Muhammed Ənvər Şahad. Yeni qarilərdən isə Həmid Şakir Necatdır, Seyid Sadiq Müslimi var. Çox xoşa gələn oxunuşu var həqiqətən də. Bu qarilərə qulaq asıram. Bəli. Daha çox hansı muğamları sevirsiniz? Hansı muğamlarda qiraət etməyi sevirsiniz daha doğrusu? Ən sevdiyim muğamlardan biri digər qari qardaşların da xoşlarına gəlir məncə. Nəhavənd muğamı. Bəli, şirin muğam. Çox şirin, ürəyə yatan, çox gözəl muğamdır həqiqətən də. Daha sonra Bayat muğamıdır, Rast muğamıdır. Əslində elə bütün muğamların özünə məxsus bir gözəlliyi var. Bəli, elədir. Hər bir muğam özünə görə çox gözəldir. Hər insanın da ürəyinə biri yatır, xoşuna biri gəlir. Nəhavənd muğamı bəs hansı ustadın qiraətində daha çox sizə xoş olur? Nəhavət muğamı mərhum Mustafa İsmail təbii ki, Nəhavəndin şahı adlandırıblar. Bəli. Həqiqətən də elədir. Hər bir muğamı düzdür gözəldir. Nəhavənd seçilir. Sizin ümumiyyətlə müsabiqəyə gələnə qədər muğam bilginiz var idimi? Müsabiqədən əvvəl xeyr, muğam biliyim tamamilə yox idi. Belə deyim ki, Quranın muğamla oxunduğunu yəni belə bilmirdim. Bu qədər məlumatsız idim. Yəni muğam barəsində bu cür çox zəif idim. Dərs aldıqdan sonra artıq insan öyrənir. Bəli, dərslər getdikcə inkişafa doğru gedirik. Şükür olsun. Hansı müsabiqələrdə iştirak eləmisiniz? Müsabiqə olaraq ilk öncə keçən il keçirilən Quran Sədası 2024 Quran yarışında iştirak eləmişəm. Az öncə də dediyim kimi işlərimlə əlaqədar olaraq ümumiyyətlə maraqlana bilmirdim heç Quran müsabiqəsi keçirilir ya yox. Yəni Quran Sədası 2024-dən əlavə nə əvvəl nə də sonra heç bir müsabiqəyə qoşulmamışam. Yalnız orada olmuşam ilk dəfə. Bəli. Bu müsabiqə sizə nələri qazandırdı? Yəni müsabiqədən öncəki turalla müsabiqədən sonrakı tural arasında hansı fərqlər oldu? Nələr əldə edə bildiniz? Çox fərq var müsabiqədən sonrakı halımda. Dediyim kimi müsabiqədən əvvəl muğam biliyim tamamilə sıfır idi. Qəti şəkildə bilmirdim. Təcvid də həmçinin çox zəif idi. Yəni Quranı gec-gec oxuyurdum deyə və vaxt olmamağından ustad yanına gedə bilmirdim deyə təcvidimi düzəldə bilmirdim. İnkişaf yox idi. Elə neytralda belə deyim qalmışdım. Yəni inkişaf yox idi. Yəni həm təcvid baxımından şükürlər olsun Allaha, həm də muğam baxımından belə deyim ki, ən çox öyrəndiyim, yəni inkişaf elədiyim vaxt müsabiqə vaxtı oldu. Müsabiqənin o həyəcanı 5-6 gün ərzində vaxt olur ki, hazırlaşasan. Hazırlaşmağa, bəli. Çox, yəni kömək elədi həqiqətən. İnkişaf üçün, Quran oxumaqda inkişaf üçün ən güclü şeylərdən biri müsabiqədir mən deyərdim. Muğam biliyindəki o zəifliklər belə deyək ki, hansı ki, muğam bilginiz olmuyor. Bu müsabiqədə hansı çətinliklər yaradırdı sizə? Yoxsa məsələn daha tez öyrənirdiniz? Yoxsa ki, bir müəyyən çətinlik yaradırdımı sizə? Quran müsabiqəsində çətinlik bundan ibarət idi ki, ilk mərhələlərdə, ilk həftələrdə belə deyək, biz oxuduğumuz yeri seçilirdi əvvəlcədən, 5-6 gün vaxtımız olurdu. Daha doğrusu özümüz seçirdik. İlk həftədə özümüz sərbəst idi. Bəli, sərbəst idi. Evdə məşq etmək üçün 5-6 gün, yəni az müddət deyil, vaxtımız olurdu. Məşq eləyə bilirdik, oxuyurduq və yarış məqamında da çıxıb normal tilavət eləyə bilirdik, şükürlər olsun. Daha sonraki həftələrdə isə yarış çətinliyə doğru gedirdi və orada artıq ustadlar seçirdi.
və muğamları özləri təyin eləyirdi. Artıq biz öz muğamımızda oxuya bilmirdik, belə deyək. Artıq Yadındadır orada necə həyəcanla götürürdük ki, görəsən hansı muğam düşəcək bizə. bəli püş çatılırdı, Bəli. götürürdük. Çox həyəcanlı dəqiqələr idi həqiqətən də. Yəni artıq o insana bir növ öyrədir ki, başa salır ki, muğamları dəqiqliklə öyrənmək lazımdır. Bəli, o andan etibarən dərk elədim ki, daha da məsuliyyətlə yanaşmalıyam bu işə. Və dediyim kimi, ustadların özləri seçirdi yeri və muğamı da. Bu daha da çətinləşdirir işi. Daha sonrakı həftələrdə isə seçilən yer püşk atılırdı və sizin də yadınızdadır yəqin ki, elə yerindəcə oxumaq idi. Bəli. Orada lap çətinlik çəkirdik. Vaxt olmurdu çünki məşq eləməyə. Bu müsabiqə belə deyək, müsabiqə vaxtı sizin yadınızda qalan ən önəmli məqam hansı oldu? Ən yadda qalan məqam hansı oldu? Ən yadda qalan məqamlar təbii ki, çoxdur, danışmaqla bitməz. Elə hadisələr olurdu ki, gülürdük, elə olurdu, kədərlənirdik. Çox qəribə idi müsabiqə ərəfəsi həqiqətən də. Ən yadda qalan məqamlardan biri isə elə ağlıma gəldi, onu deyim. Yarış ki, sonlara doğru gedirdi. Həftələr artıq çox həftələr keçmişdik. Az bir şey qalmışdı. 4 nəfər qalmışdıq sonluğa. Bəli. Yəqin ki, yadınızdadır. Bəli, bəli. Onda heç əvvəllər də tanış olmadığım muğam, Çağırgah muğamı düşdü mənə. Bəli. Əvvəllər Rast, Bayat, Nəhavənd, Hicaz daha çox düşürdü. Yadımdadır Nəhavənd sizə ard-arda düşdü. Onu da hətta Bəli. birinci həftələrin birində birincisi oldunuz. 274 bal idi səhv eləmirəmsə. Bəli, elə idi. Həftənin birincisi oldunuz. Nəhavəndə həqiqətən çox gözəl təhvil verirdiniz. İstəyir ustadlar, istəyirsə də biz özümüz orada əyləşəndə sizin oxunuşunuzdan zövq alırdıq həqiqətən. Təşəkkür edirəm. Allah razı olsun. Allah sizin də səsinizə qüvvət versin inşallah. Və Bəli, dediyim Çağırgah. kimi 4 nəfər qalmışdıq. Çağırgah muğamı düşdü. Yadımdadır mənim. Yerində oxunmalı idi. Yəni evdə məşq eləməyə vaxt yoxdur artıq. Orada belə deyək, Çağırgah muğamının adını ilk dəfə oldu eşitdim. Yəni ümumi heç bir məlumatım yox idi qəti şəkildə. Və Çağırgah muğamı o səbəb oldu ən çox ki, mən yarışdan xalım az Geri oldu və düşdü. Bəli. bəli geri düşdüm. Yarışdan çıxmağıma o səbəb oldu. Amma yenə də təbii ki, bütün müsabiqə boyu istənilən həftə insanı irəli atırdı. İstənilən həftə, istəyir birinci həftədən tutmuş ta son həftəyə qədər insan nələrsə öyrənir. Çünki bileti çəkəndə ancaq eyni muğam düşmür. Bir dəfə Bayat düşəndə, bir dəfə Rast düşür, bir dəfə Nəhavənd düşür, bir dəfə Çağırgah düşür və avtomatik sən onu öyrənmək məcburiyyətində qalırsan. Təbii ki. Yəni müsabiqə inkişaf elətdirir insanı bir növ. Müsabiqə Bəli. insanı irəli atır. Orada qardaşlarla tanış olmaq, orada qari qardaşlarla ünsiyyət qurmaq da məncə müsabiqənin qazandırdığı ən böyük mən deyirəm nemətlərdəndir. Elədir, həqiqətən də. Çünki mömin qardaşlarla tanış olmaq, onlarla ünsiyyət qurmaq, onlarla bir arada olmaq elə Allahın böyük nemətlərindən hesab olunur. Quran Sədası iştirakçısı olaraq bilirik ki, artıq Quran Sədası 2025 müsabiqəsi start götürüb, seçim turu artıq olub, ilk 10-luq artıq müəyyən olunub. Bu iştirakçılara, yəni yeni Quran Sədası iştirakçılarına hansı tövsiyələr vermək istəyərdiniz? Yəni yadınızda qalan məqamlardan, öz təcrübəniz olduğu məqamlardan nə deyə bilərsiniz o iştirakçılara? 2025 Quran Sədası artıq başlayıb. Xeyirli olsun inşallah. Bəli, uğurlar arzulayırıq bütün iştirakçılara. Bəli, Allah hər birini müvəffəq eləsin inşallah. Və oradakı iştirakçılara, qari qardaşlarıma bunu demək istəyərdim ki, ilk öncə yersiz həyəcanı dəf eləmək lazımdır. Çünki özümdən deyim, adi məsələn hazırlaşırdıq, rahat idik, evdə məşq eləyirdik neçə gün ərzində və az da olsa özümüzdə əminlik olurdu ki, çıxıb kürsüdə rahat oxuyacağıq. Bəli. Amma orada oturub Bismillah başlayan kimi qəribə bir həyəcan, ürək döyüntüsü gəlirdi. Məsələn, evdə 40-50 saniyə bir nəfəsə oxuduğun ayəni orada belə deyim 25
maksimum 30 saniyə nəfəs olmurdu. Bəli. Həqiqətən də insanın nəfəsini çox azaldırdı. Və yaxşı oxuduğun muğamı, yaxşı bildiyin təcvid qaydalarında bu həyəcan icra eləməyə imkan vermirdi. Ən azından insan bu peşmançılığı yaşayır ki, o kürsüdən düşdükdən sonra Daha yaxşı çalışan. Bitəndən sonra insan Hə. fikirləşir ki, bu həyəcana nə ehtiyac var idi? Yəni orada bir 5 dəqiqəlik, 10 dəqiqəlik qiraətdir. Onu təhvil ver, düş. Yəni burada həyəcanlanmağa nə ehtiyac var? İnsan özünü danlayır. Bir də onsuz da həyəcanlanmaq belə deyək, təbii bir haldır. Amma həyəcanın da bir məsələn yeri var da. Bir həyəcan ki, tilavəti belə deyək, tilavəti sərgiləməyə, zəiflədir bir də. Sərgiləməyə mane olur. Həmin həyəcandan təbii ki, qaçmaq lazımdır. Bəli, elədir. Məsələn, mən baxırdım ki, yarışda, məsələn, kürsüdə gəldim, əyləşdim. Ətrafa baxırdım ki, ustadlardır. Təbii ki, onların qarşısında oxumaq böyük cəsarət tələb edir, bəli. Digər gözləmə otağında qari qardaşlarımız da, onlar da dinləyir. Yəni elə bir həyəcanlanmağa, yəni göz görür, beyin qəbul edir ki, həyəcanlanması, yəni bir şey yoxdur burada. Amma ürək sözə baxmırdı, belə deyim. Ürək çox döyünürdü, həyəcan yaranırdı. Bəli, dediyiniz kimi də bu həyəcan tilavəti çox-çox zəiflədirdi. Belə deyim, müsabiqələrə çox getməklə, verilişlərdə olmaqla və yaxud da məclislərdə oxumaqla həyəcanın çox hissəsini həqiqətən də dəf eləmək olur. Bunu özümdə də həqiqətən müşahidə edirəm. Əvvəllər yəni ümumiyyətlə evdə baxırsan ki, normal oxuyursan, yəni gedib məsələn hardasa oxuyacam, verilişdə və yaxud da hardasa məclisdə evdə oxuduğun məsələn qiraətin yarısını orada ortaya qoya bilmirsən. Həyəcan çox mane olur həqiqətən də. Məsələn 2 sətirlik yeri evdə rahat oxudun, gəldin verilişdə isə bir sətr oxuyursan, nəfəs kəsilir, sonlanır. Yəni qurduğun plan artıq məhv olur. Ona görə bu həyəcanı dəf eləmək üçün çalışmaq lazımdır. Əziz və dəyərli qari qardaşlarıma bunu da demək istəyərdim ki, qəti şəkildə mütləq ustadla məşq eləməlidirlər. Yəni tək alınan bir şey deyil, tək qabağa getmək həqiqətində mümkünsüz kimi də belə deyərdim. Ona görə də ustadlardan hər hansı eləsə biri ilə bəli məşğul olmaq lazımdır. Tək muğama aid deyil. Yəni orada təcvid sahəsi olsun, xüsusən vəqf ibtida bölməsi. Bəli, vəqf ibtida da çox xallarımızı alırdı yarışda. Xüsusən vəqf ibtidada bəzən lazımsız yerdə dayanmaq və yaxud dayanmaq ola bilər düz dayandın, amma başlamaq düz başlamadın. Yəni bu məsələlər mütləq pozulması olurdu. Bəli. Nəsə düz gəlmirdi, elə olurdu mənalar. Burada xal itkilər təbii ki olurdu. Bir də çalışmaqda gərək biraz daha çox məsuliyyətli olmaq lazımdır. Məsuliyyətli olmalı. Çünki bir həftə vaxt var, 5-6 gün belə deyə vaxt var. Həmin müddət ərzində yəni bir gün çıxıb orada qiraət eləyəcəksən. Neçə günü gərək oturub normal çalışasan, normal məşq eləyəsən ki, qiraəti də normal təhvil verə biləsən. Bəli, həftədə ki bir dəfə olurdu bu müsabiqə. 5-6 gün ərzində dediyiniz kimi insan həqiqətən də ixtiyarsız şəkildə məsuliyyətli olur. Yəni bu qədər izləyicilər olacaq, qarilərin yanında və sair adamların yanında oxumaq, belə deyək, çox məsuliyyətli olmağı tələb eləyirdi. Və insan özü də gərək bu işə çox məsuliyyətlə yanaşsın ki, daha da yaxşı istədiyi nəticəni əldə edə bilsin. Bəli. Yüksək nəticə əldə etmək istəyən təbii ki, gərək çox çalışsın. Çox çalışmaqla, bəli. Və sonda istəyərdik sizdən sevdiyiniz ustadlardan qiraət eləyəsiniz. Sevdiyimiz ustadlar təbii ki çoxdur. İnşallah bir ikisini oxuyum. İnşallah zəhmətimiz tamam olsun. Elə Muhammed Ənvər Şahiddən başlayaq inşallah. Ələm tərə ənəlləhə ənzələ minəs-səmai ma'ən fəəxrəcə
أخرجنا به ثمرات مختلفا ألوانها. Allah, Allah, əhsən. Allah razı olsun, çox sağ olun. Daha sonra dəyərli izləyicilərimiz də yəqin ki, çox sevir bu hissəni. Yusif Peyğəmbərin kinosunda da verilib bu ayə. Yusif surəsinin 4-cü ayəsi, bəli. Buyurun. Kərim Mənsuri ustad Kərim Mənsuri, oxuduğu oxunuş. إذ قال يوسف لأبيه يا أبت إني رأيت 11 كوكبا والشمس والقمر رأيتهم لي ساجدين. Allah, əhsən. Sən. Daha sonra icazənizlə Bəli, buyurun. vaxtımız varsa Bəli, bəli. Həmid Şakir Nizaddan Bəli, buyurun. inşallah. إني ألقي إلي كتاب كريم إنه من سليمان وإنه بسم الله الرحمن الرحيم ألا تعلوا علي. Allah, Allah. Daha sonra bir yerdə var, oranı oxuyayım inşallah. Zəhmətim tamam olsun. Bu da cavan qarilərdəndir. Seyid Sadiq Müslümi. Onun oxunuşu da xoşuma gəlir həqiqətən. Buyurun. Ya Allah. والشمس وضحاها والقمر إذا تلاها والنهار إذا جلاها والليل إذا يغشاها والسماء وما بناها. Allah, Allah. Əhsən. Bu qədər. Bəlkə də addaşımda olan çox təqlid var. Kiçik olsa da. Bəli. Hal-hazırda yadımda deyil. Allah səsinizə, nəfəsinizə bərəkət versin. Allah sizi bu yolda inşallah müvəffəq eləsin. Çox sağ olun əziz qardaşım. Yenə də təşəkkür edirəm. Layiq bildiniz, dəvət elədiniz. Allah sizin də səsinizə, ömrünüzə bərəkət versin inşallah. Çox sağ olun. Minnətdaram verilişimizə, dəvətimizi qəbul etdiniz, gəldiniz, iştirak etdiniz. Öz gözəl səsinizə, nəfəsinizə bizləri də feyziyab etdiniz. Minnətdaram sizə. Çox sağ olun. Bəli, əziz izləyicilər, gəldik çatdıq verilişimizin sonuna. İnşallah növbəti verilişlərdə görüşmək ümidi ilə Allah amanda qalın.